Hər vaxtınız xeyir. Hazırda həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Daha sonra Samirə Qasımlı özü məlumat verdi ki, onun barəsində məhkəmə işi başlayıb və Azər Qasımlı işində zərər çəkmiş şəxs qismində tanınan Qurbanəli Yusifov indi də Samirə Qasımlını məhkəməyə verib və Samirə Qasımlı barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə, yəni böhtan atma maddəsi ilə iş başlayıb və bu iş üzrə ilk hazırlıq iclası baş tutub bugün. Bu iclas barəsində Samirə xanım, mümkünsə bizə biraz məlumat verəsiniz. Salam Aytel xanım, hər kəsi salamlayıram, bizə baxan hər kəsi. Deməli, məsələ bundan ibarətdir ki, mənim barəmdə xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə şikayət edilib. Lakin mən özüm hazırda Yasamal rayon ərazisində yaşayıram. Nə üçün Binəqədi rayonuna? Çünki mənim qeydiyyatı olduğum ərazi Binəqədi rayonudur və mənim ata evimə mən hazırda qeydiyyatdayam. Amma 2002-ci ildə ailə qurduqdan sonra artıq başqa yerdə yaşayıram. İnşaatçılar prospekti bu Yasamal rayon ərazisidir. Digər tərəfdənsə mənim ittiham olunduğum dırnaqarası cinayət işi, cinayət hadisəsi Yasamal rayonunda mənim yaşadığım ünvanda baş verib. Hakim mənə sual verəndə mən dedim, bəli, mən öz yaşadığım evdən paylaşımları edirdim. Ona görə də biz belə bir vəsadətlə çıxış etdik. Mənim vəkilim Aqil Laic şifahi vəsadətlə çıxış etdi ki, məhkəmə ərazi etibarilə Yasamal rayonunda baxılmalıdır və növbəti prosesdə biz yazılı vəsadətimizə baxılacaq. Ona görə hazırdakı proses təxirə salındı. Samirə xanım, Yasamal rayonunda nələr yazmısınız? Qurbanəli Yusifov barəsində nələr yazılıb ki, onlar böhtan hesab edilib və məhkəmə işi başlayıb? Mənə qarşı irəli sürülən şikayət ərizəsində mənim Facebook səhifəmdən yazdığım paylaşımlar, onların bir kopyaları həmin şikayətə daxil edilib. Mən özüm onları bir oxudum ki, mən görüm nə yazmışam ki, bu mənim məhkəməyə verilməyim üçün bir əsas sayılsın və gördüyüm bütün paylaşımlarda yazdığım ifadələr bunlar idi. Azər Qasımlının üzünə duran şəxs, Azər Qasımlını böhtan atan, üzə duran şəxs. Bu idi ifadələr. Məsələ burasındadır ki, mənim həyat yoldaşım Azər Qasımlı martın 11-də 9 ay sürən məhkəmə prosesi, hələ ondan əvvəl 6 ay sürən ibtidai istintaq prosesindən sonra 12 il müddətinə ciddi rejimdə azadlıqdan məhrum edilib. Lakin nə ibtidai istintaq prosesində, nə bir cinayət işi materiallarında, nə də məhkəmə prosesində bir dənə də sübut, fakt olmadı ki, Azər Qasımlıya qarşı irəli sürülən ittihamı təsdiq etsin. Məhkəmənin Azər Qasımlı barəsində oxuduğu qərarda yazılıb ki, üzr istəyirəm, sadəcə cümlə yazılıb ki, sübutlar və faktlarla. Lakin orada bir dənə də sübut göstərilməyib ki, bu sübutla, bu faktla Azər Qasımlını günahı təsdiq olundu, yaxud ona qarşı irəli sürülən ittiham təsdiqini tapdı. Yaxud ikinci məqam, qərarda yazılır ki, şahid ifadələri ilə təsdiq olundu. Məsələ burasındadır ki, qarşı tərəfin məhkəməyə dəvət etdiyi şahidlər Azərbaycan qanunvericiliyi ilə onların şahidliyi qadağan olunur. Çünki şahid yalnız özünün gördüyü hadisəyə şahidlik edə bilər. Yəni birbaşa hal şahidi ola bilər. Məhkəməyə gələn, ifadə verən bütün şahidlər hamısı dedilər ki, biz onlara birbaşa sual verdik ki, siz Azər Qasımlının Qurbanəli Yusifovu hədələməsinin şahidi olmusunuzmu? Çünki Azər Qasımlıya qarşı irəli sürülən ittiham hədə qorxu ilə pul tələb etmədi. Onların hər biri dedi ki, biz özümüz bunun şahidi olmamışıq. Lakin bizə Qurbanəli Yusifov zəng edib dedi ki, Azər Qasımlı ona qarşı hədə qorxu gəlib. Və məsələ də burasındadır ki, Azərbaycan qanunvericiliyi bu cür şahid ifadələrini birmənalı şəkildə qadağan edir. Çünki şahid yalnız özünün gördüyü, özünün birbaşa eşitdiyi hadisəyə şahidlik edə bilər. Kiminsə dilindən deyilən hadisə
şahidlik ifadəsi kimi qəbul edilə bilməz. Ona görə də bütün bunları mən proses boyu yazırdım və vurğulayırdım ki, Azərqasımlıya qarşı irəli sürülən saxta cinayət içində üzə duran şəxs kimi iştirak edən Qurbanəli Yusifov və o da bütün bunların hamısının kopyalarını çıxararaq şikayət ərizəsinə daxil edib və mənim barəmdə məhkəmə iddiası qaldırılıb. Əslində mən demək istədiyim odur ki, mənim əminliyim bundan ibarətdir ki, bu heç də onun öz təşəbbüsü deyil. Bu siyasi məhbus Azərqasımlıya qarşı irəli sürülən bir növbəti bir təzyiq prosesidir və Azərqasımlının üzərindən onun eyni zamanda ailəsinə, onun haqları uğrunda mübarizə aparan həyat yoldaşına qarşı başlanılan bir prosesdir. Və mənim əminliyimin, bunun siyasi sifariş olmasının əminliyini sübut edən digər məsələnin digər tərəfi ondan ibarətdir ki, mənim ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Məsələ burasındadır ki, Daxili İşlər orqanları icraedici hakimiyyətin bir qanadıdır. Məhkəmə isə hakimiyyətin tamam başqa bir qoludur. Bunların arasında bir-birinə təsir etmək, bunların arasında bir əlaqə yoxdur. Çünki mənim barəmdə məhkəməyə edilən şikayət hələ icraata götürülməyib. Biz fərz edək ki, Azərbaycan hüquqi dövlətdir və məhkəmələr müstəqil qərar çıxarırlar və ola bilsin ki, fərz edək deyirəm, yəni, məntiq bunu deyir ki, məhkəmə baxılacaq şikayətə, deyəcək ki, burada heç bir əsas yoxdur və mən bunu icraata qəbul etmirəm. Bu deməkdir ki, mən artıq təqsirləndirilən şəxs olmayacağam. Amma məhkəmə hələ icraata götürmədiyi halda, mənim barəmdə təqsirləndirilən şəxs statusu qüvvəyə minmədiyi halda Daxili İşlər Nazirliyi mənim ölkədən çıxışıma qadağa qoyub və bunu da nə mənə xəbər edir, nə hansısa bir fakta yaxud da ki, bir cinayət işinə əsaslandırmadan edir. Əslində bütün bunlar hamısı məhkəmə orderi əsasında baş verməlidir. Heç məhkəmə prosesi də olmayıb ki, mənim ölkədən çıxışıma qadağa qoyulsun. Yəni bir tərəfdən də bu məntiq onu deyir ki, əgər Daxili İşlər Nazirliyi mənim barəmdə ölkədən çıxışa qadağa qoyubsa, yəni bu deməkdir ki, fərz edək ki, yəni məntiq bunu deyir ki, Daxili İşlər Nazirliyi hansısa cinayət işini qaldırıb mənim barəmdə və mənim bundan xəbərim yoxdur. O cinayət işinə görə mən təqsirləndirilən şəxsəm və buna görə mənim ölkədən çıxışıma qadağa qoyulub. Yəni bütün bunlar yoxdur və bütün bu absurdun, baş verən absurdun içində bu mənə deməyə əsas verir ki, mənim barəmdə qaldırılan bütün bu proses, həm məhkəmə prosesi, həm ölkədən çıxışıma qadağa, bu yenə də siyasi sifariş əsasında baş verir. Həm həbsdə olan Azərqasımlıya qarşı təzyiqdirsə, digər tərəfdən onun ailəsi və həyat yoldaşına qarşı olan təzyiqdir. İndi belə sual da var ki, onsuz da Azərqasımlı artıq 12 il həbs cəzası alıb. Onun barəsində hökm çıxarılıb. İndi niyə hakimiyyət hələ də belə təzyiq vasitəsindən istifadə etməyə israrlıdır? Çünki sizin özünüzün də fəaliyyətiniz var. Bəli, mən Azərqasımlı həbs olunandan onun hüquqlarının mübarizəsi uğrunda, hüquqlarının müdafiəsi ilə bağlı, onun azadlığa buraxılması üçün, ümumiyyətlə ona qarşı irəli sürülən saxta cinayət işini ifşa etmək üçün mən çox işlədim və həm də vəkillərlə bərabər və biz məhkəmə boyu göstərdik ki, bütün bu ziddiyyətlərlə bərabər ümumiyyətlə Azərqasımlıya qarşı irəli sürülən ittiham nə qədər açıq-aşkar, nümayişkaranə şəkildə bir əsassız, sübutsuz və özü-özünü ifşa edən, özü-özünü təkzib edən bir proses idi. Və hökm oxunandan sonra da mən eyni zamanda yenə də onun hüquqlarının müdafiəsi ilə Azərqasımlı ilə bərabər digər siyasi məhbusların da məsələsini, çünki Azərqasımlı onlardan biridir, tək deyil. Bu ölkədə bir insan hüquqlarının pozulması, siyasi məhbusların bir repressiya dalğası var. Azərqasımda onlardan bu dalğanın içində olan bir şəxslərdən biridir və ona görə də mən onun hüquqları ilə bağlı, onun azadlığı ilə bağlı çox
aktiv şəkildə fəaliyyət göstərirdim və görünən odur ki, hakimiyyət bu prosesi başlatmaqla mənə açıq-aşkar qarşıma bir sədd qoymaq istəyir, mənə başa salmaq istəyir ki, əgər sənin həyat yoldaşın həbs olunubsa, bu hakimiyyətdən gələn bir qərardır və sənin görəcəyin iş sadəcə oturub onun azadlığını 12 ili gözləməlisən. Yaxud da ki, bilmirəm, neçə ili gözləməliyəm. Yəni, açıq-aşkar deyilən budur ki, həyat yoldaşın həbs olunubsa, sən onun üçün heç bir hərəkət etməməlisən, onu müdafiə etməməlisən. Səmirə xanım, bu məhkəmə prosesindən, gedişatından gözləntiniz nədir və sizi nə gözləyir? Mənim ittiham olunduğum, mənə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 147.1 maddəsi şərəf və ləyaqətin alçaldılması maddəsi ilə irəli gələn cəzalar 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və islah işləridir və ən ağır növü isə cəzanın 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasıdır. Hakimiyyət hansı cəzanın üzərində duracaq, bəlkə də artıq əvvəlcədən bu qərar verilib. Mən bilmirəm, amma mən bu hakimiyyətdən istənilən qərarı, istənilən addımın atılacağını gözləyirəm. Çünki biz bunun əvvəl çox şeylərin şahidi olmuşuq. Bu hakimiyyət tərəfindən çox qəddarlıqların şahidi olmuşuq. Elə həm mənə qarşı başladılan bu proses, həm mənim həyat yoldaşıma qarşı, yəni heç bir sübut və fakt ortaya qoymadan, heç bir şahidə istinad edilmədən, nümayişkaranə şəkildə ona 12 il azadlıqdan məhrum etmə cəzası, özü də ciddi rejimdə cəza çəkmə hökmü çıxarılıbsa, yəni bu hakimiyyətdən hər bir qərarı gözləmək mümkündür. Bu dəfəki hazırlıq iclasında Qurbanəli Yusifov özü iştirak edirdimi? Yox, o özü gəlməmişdi bugünkü prosesdə yox idi. Ümumiyyətlə şikayəti özü yazmayıb. Etibarnamə ilə, onun etibarnaməsi əsasında onun vəkili şikayəti verib və bugün prosesdə də onun vəkili çıxış edirdi. Aydındır. Səmirə xanım, çox sağ olun, təşəkkür edirəm sizə. Uğurlar. Mən təşəkkür edirəm, sağ olun. Sağ olun.